Lənkəranda xərçəng xəstəliyi diaqnozu ilə 2013-cü ildə 298 nəfər qeydiyyata götürülüb ki, onlardan da 96-sı qadındır. Bu barədə Lənkəran rayon mərkəzi xəstəxanasından bildirilib. Mütəxəssislər xərçəng xəstəliyinin miqyasının həddindən artıq artması ilə bağlı müxtəlif amillər göstərirlər. Bunun səbəblərindən ekoloji tarazlığın pozulması, məişətdə istifadə olunan cihazların artması, qidalanma rejimində olan dəyişikliklər, xroniki xəstəliklərin çoxalması, vaxtında həkimə müraciət edilməməsi nəticəsində bunların sayı artıb. Müsahibimiz vurğuladı ki, kişilərdə ağciyər və mədə, qadınlarda isə döş və uşaqlıq xərçəngi üstünlük təşkil edir. Qadınlarda ona görə süd vəsi xərçəngi çox rast gəlir ki, qadınlar əksərən uşaqları əmizdirməyə meyilli olmur, abortlara meyillidir. Və bunun səbəbindən bədəndə olan hormonal dəyişiklik, tarazlıq pozulur. Kişilər isə əksərən siqaret çəkməyə meyillidir, içki içməyə meyillidir. Siqaretin nəticəsində ağciyərdə hər hansı bir xroniki xəstəlik sürətlə inkişaf edir. İçkidən, qızardılmış qidalardan, yəni müəyyən o rasionu pozduqda mədə-bağırsaq sistemində, xüsusən mədədə və 12 barmaq bağırsaqda şişin yaranma ehtimalı artır. Aytən Sakit qızı, Səda Kərimli, Elviz Nəsirli, Lənkəran.